Bir şəhərdə bir adam vardı. Onun nə sənəti vardı, nə də işi gücü. Amma hamı onu yaxşı tanıyırdı. O yalanı peşəyə çevirmişdi. Səhv edəndə yalan danışardı, utanmalı olanda yalan danışardı, hesab verməli olanda yalanı qalxan edərdi. Deyərdi, ürək sındırmamaq üçün belə dedim, ruhları bulandırmamaq üçün gizlətdim. Amma qəribə idi. Onun danışdığı yalanlardan sonra ürəklər daha çox sınardı, ruhlar daha çox qaralardı. Bir gün ona dedilər, niyə heç vaxt səhv etdim demirsən? Cavab verdi, mənliyimi qoruyuram. Halbuki bilmirdi, yalana söykənən mənlik çoxdan uçmuş olur. Ortada qalan nə ləyaqətdir, nə də hörmət, sadəcə vərdiş. O adam illərlə yalan danışdı. Amma bir gün dua etməyə oturdu və ilk dəfə sustu. Çünki Allahın qarşısında yalanın dili tutulur. Çünki Allahın qarşısında rol yoxdur, oyun yoxdur. Orada olduğun kimi dayanmalısan. Dua elə bir güzgüdür ki, insan özünü olduğu kimi görür. Ona görə də deyirsən, dua edəndə Allahı aldatmaq olmaz. Bu tam doğru fikirdir. Biz insanlar bir-birimizi bağışlaya bilərik. Amma Allahın qarşısında yalanla dayanmaq, bu artıq insanın özünü aldatmasıdır. Allah böyükdür. Amma yalanı sevməz.